Burada sözüm paşlayanadır ki, Qasıb arvaddan da onun altına gizlənməsin. Kişidirsə gəlsin, bax, mənim qavamda sinəsini döysün. Döyüş əmri verildi, başladıq döyüşə. Mən Naftalan şəhərinin Tafqaraqoyunu kəndində bir bölmədə idik. Tankistlər bir bölmə idi. Oradan Baranbatma istiqamətində döyüşə girdik. Düşmənin, erməni belə deyim də, bizim işğalda olan torpaqlarımızda çox yüksək səviyyədə özlərinə mövqe qurmuşdular, öz aləmlərində yüksək səviyyədə. Onlar demirəm, bildiyiniz kimi bizi özlərindən çox zəif bilirdilər. Döyüşün başladığı 2 saat döndü, bir neçə postlarına işğal altında olan torpaqlarımızda mövqelər qurmuşlar. Onları azad etdik, aldıq onların əlindən. Bunlar getkidə baxdılar və gücümüzü gördülər ki, Azərbaycan əskəri hər zaman güclüdür. Bunlar tez, belə deyim də, çəkilirdilər, hər şeylərini qoyub qaçırdılar. Belə deyim də, təkcə bizdən cəsarət edib döyüşürdü, %90% qaçırdılar. Döyüş dəstimiz ehtiyat, belə deyim, döyüş dəsti qutardıq, keçdik zapravka eləmədə, yanacaq, silah sursatda, belə deyim, mərmilər yükləməyə taxlara. Biz belə də etap gedirdik də, tağım, belə deyim, birinci tağım, ikinci tağım. Düşdük, incə çayda zapravka eləməyə taxlara, maşınları yükləməyə. İctimai kanalına, belə deyim də, İctimai kanalının rəhbərləri, nümayəndələri oradaydılar. Sağ olsunlar, özümün minnətlərimi bildirirəm. Nerede? Çəkiliş apardılar, biraz əskerlərdən, belə deyim də, müsaidə aldılar. Sonra gəldilər mənə yanıma, mənə dedilər, sən nə deyə bilərsən əskər? Mən də qayıtdım, dedim ki... Burada sözüm paşlayanadır ki, Qasıb arvaddan da onun altına gizlənməsin. Kişidirsə gəlsin, bax, mənim qavamda sinəsini döysün. Bax belə, ondan sonra bu paşlayana belə dediyim, bu qədər trend olacağını sözün düzə düşünməmişdim. Bax belə, döyüş fəaliyyətimiz belə keçdi, çox uğurlu keçdi. Bütün əskərlərimizdə ruh yüksəkliyi, zabitlərimizdə, əskərlərimizdə hər birində çox yüksəklik var. Gətir, gəl qardaş, gəl bir dənə bu balığı çək göstər. Bura baxın az dostlar. Bir balığın gözəlliyinə bax. Yaxından gətir bunu çək göstər. Bura baxın. Az dostlar, bir balığın qatılığına baxın, bir balığın şəffaflığına baxın, bir də bunun süzülməyinə baxın. İnşallah bir də alıb bu balığın dadına baxarsınız hər biriniz. Aziz dostlar, sizlər üçün bir kampaniya arıcı vidadi olaraq elan eləmişəm. Bir balon bal alana 1 kilogram da bal hədiyyə verəcəyim. Üstəlik Azərbaycanımızın bütün şəhər və rayonlarına göndərib çatdırmanda tam pulsuz eləyəcəyim. 051 546 39 39 nömrəsi ilə əlaqə saxlayırsınız. Bir balon bal sifariş edirsiniz. 1 kilogram da mən sizə hədiyyə verəcəyim. Və əziz dostlar, baxın, sizlər üçün möhtəşəm belə bir şam balı varımızdır. Bu bizim beçə şanımızdır. Özdə bu xüsusi bir sifarişdir. Altına da gördüyünüz kimi güləmli şan yığmışıq. Yaxından çək göstər bunu. Altına da güləmli şan qoymuşuq. Bunu inşallah Bakı şəhərinə göndəririk sabah. Və şam balına bizim kampanyamız yoxdur. Onu hər kəs bilsin. Yəni bu haqda sual verməyin. Amma bir balon alsaz, süzülmüş var, 1 kilogram da mən sizə hədiyyə verəcəyim. Və kampanya çox qısa bir müddətdə olacaq. Çox qısa bir müddətdə inşallah bir də eşidərsiniz ki, dedim ki, daha hədiyyə yoxdur. Ona görə hər biriniz zəng eləyin, öz sifarişlərinizi verə bilərsiniz. Sağ olun.